Elə əzərdim də qaşıqla. Balanı doğrayamayacaq bu. Kökəlmək üçün eləyirəm də. Hər gün başlayacam kokteyl zad içməyə. Qaqa özümə baxacam anamın canı. Sabah yatım, səhər duram. Yumurta vurum mu onun içinə? Yumurta vurum mu onun içinə, yoxsa yox? Ekran tıklayınca canlını bağlayıb atmayayım. Yumurta vurum mu onun içinə? Yox. Yoğunuq. Bə deyirdilər yumurtada vurmaq lazımdır axı. Yumurta vurmayayım. Vurmayayım. İndi qərar verin də. Vurmayayım. Ne bileyim süt hanım. Sütü de getirin. Sütü götürün gelin. Görün ondan eləsəm nətər olar hə. Bananla zatla. Tuborg. Nəsə olar elə. Görün nətər olar hə elə olsa. Kokteyl içsən. Salam qaqa. Dava getdik. Ne kadar töküm? Ne kadar töküm? Hara kimi? Bak bir bura kimidir, iki bura kimidir. Bir bura kimi, iki bura kimi. Hara kimi töküm? Bir yoksa iki. Ha cevap verin de da. İki. Bir tane belə eləyəmirəm. Sırası stiker düzəldirlər. Bir bura kimidir, banandan biraz üst. İki banandan iki kat üst. Bir. Gedib kokteyl aparatı almaqdan gedib mikser alıp gəlmişəm. Mən də nə bilim az birdən ki mikser kokteyl aparatı görmüşəm. Gedib mikser alıp gəlmişəm. Qazanız adı var. Gəlmişəm qazanız adı. Gəlmişəm qazanız adı var. Gəlmişəm qazanız adı var. Gəlmişəm qazanız adı var. Gəlmişəm qazanız adı var. Bilmirsən. Deyir bu qaqa mikserdir. Bundan cheesecake düzəldirlər. Sən bu nəyə götürmüsən? Deyim nə bilim. Merhaba kızlar, istəmirsiniz bax belə. Baxın, görün bəyənirsinizsə qiymət deyərəm mən sizə. Bax, zaryatka inandı. Özündə bıçağı var. Meyvəni doğrayıb atırsan içinə, bağlayırsan. Qul. İstəmirsiniz? Almaq istəyən var? Hələ qıza göstərməmişəm. Almaq istəyən varsa qıza sabah alaram. Almaq istəyən var. Zaryatka inandı bax. Type-C adaptırız adı. İstəmirsiniz? Allah! Demirəm qız almışam. İstəyirsiniz də oradan. Bəlkə heyli aparatur azad gətirim satmaz. Belə qeyri-adi şeylər, masaj aparatı, belə kokteyl aparatı. Nə deyirsiniz? İşləyərəm mən də, sataram. Sənür. Neçəyədir? 44 manat. 44 manatdır. Çatdırılma ilə bir də təbii ki, ünvana çatdıra bilərəm. Ünvana çatdırılma ilə bir 44 manata. Və belədir. Adaptırıdır. Meyvəni doğrayıb atırsan içinə, bıçağı özü doğrayır, kokteyl olur. Böyük aparat gücün çatmır almağa, balacanı al. 40 manat və mənim benzinim F30 ilə gətirirəm, xəstə. 07 ilə gətirmirəm. 44 manat. İstəyən varsa özdə iPhone 17 rəngindədir. iPhone 17'viz yoxdursa, sevgilinizə deyin ki, heç olmasa Vaqanın kokteyl aparatından al mənə. iPhone 17 almamsan, heç olmasa Vaqanın iPhone 17 kokteyl aparatından al. iPhone 17'nin rəngidir. Dava getdik. So! Ne Temu'da var, bu da Temu'dan. Ben özüm fabrik var, oradan vurmuşam. Temu'da var.
Bəstirin də Alveri öldürdünüz, Temuda var. Nə oldu? Temuda İran Hörmüz boğazını bağlayıb, necə gələcək Temudan malların? Mən deyirəm ki, garantiya verirəm, özüm gətirib çatdırıram. Hörmüz boğazı bağlıdır. Temudan gələn mallar tırın içində, gəminin içində qalıb orada. Nə cəmaatı yalanla çəkişdən Temuda var. Temuda çox şey var. Oğlanlıq var Temuda. Məndə var. Mujiklik var Temuda. Məndə var. Adam satmaq var Temuda. Məndə var. O məndə yoxdur. Temuda var. Bəstirin. Kokteyl hazırlayıram. Bax təzyiqim qalxdı. Tez bazar. Yaxşı ki bu kokteyl aparatım var. Bu çox bahalı aparatdır. Bunun qiymətini deyə bilmərəm. Onsuz da gücünüz çatmayacaq. Yalanlar nəyə soruşursunuz? Bu böyük aparatdır. Gördüyünüz kimi Bolşoy nəsə eşitmişdim. Bolşoy makina. Bolşoy makina. Getdik. Hazırdır. Qoy bir dənə belə yoxlayayım. Ha, işləyir. Ay, bunun laqondan daşını da bağlayıb bıçaq zadı yontalamaq da olar burada. Hə? Bunun qapağı. Mən bunu istədiyim adama hazırlayıram. Merhaba, bəlkə kokteyl satım. Ay sen öyle, Allah biznes, anamın canı. Bir dənə gedirəm BMW F30'a. Bunu yükləyirəm, Ağşəhərdə dayanıram. Gəlib alasınız, kokteyl satsam. Nətər yəni tatunu vur. Yoxdur klient. Nə vurum? Gəlim qulağının dibindən vurum, pulu verəsən. Tatudan müştəri yoxdur. Merhaba, F30'a yüklüyüm bunu. 12 volt çəkdirim. Gəlim bir gün Sumqayıtda göyərçinin qabağında dayanım. Bir gün gəlim Ağşəhərdə dayanım. Əsas odur çörək pulumu qazanam da. Oğurluq eləmirəm ki. Bunu eləməsəm oğurluq eləyəcəm. Yəni başqa sənət axtaracam. Gələsiz almağa, sən Allah. Gələsiz dəqiq. Tam maşına toksat çəkdirəcəm ha, 12 volt. Vaqanın kokteyli. Adını nə qoyaram? Adını qoyum, gözlə, südün adı nədir? Südün adı 44 Joe. 44 Joe qoyaram adın. Şeydə 44 Joe. Südün adını qoyaram. 44 Joe. Qəşəng də özdə 44 Joe. Cudo qoyum. Cudo nədir? Mən məşq keçirəm. Cudo nədir? Yox. Uşaqlar elə bilər, valideynlər götürüb uşağın gətirər ki, bəs məşqə yazdırıram. Cudo nədir? Cudo kokteyl olur. Südün adını qoyacam. 44 go. 7 hanı. Kokteyli neçəyə qoyacam? 10 manata. Bahadır. Nətər bahadır? 10 manata kokteyl də bahadır. Nə oldu? Tatu bahadır, kokteyl bahadır. Və aliment niyə baha deyil? Aliment niyə o boydadır? Və mən alimenti nətər verim? Kokteyl satacam. Saxla deyəndə saxlayacam. Siz bilirsiniz də, mən dilin hələ bilmirəm. 5 dəqiqə. Saxlayım. Nətir? Yetim, sizə də bu bakallarda kokteyl versəm, anamı necə canı dadanasız yanıma. Düz demirəm, F30'un arxasını yığıdırram kokteyl, 12 volt toksat çəkirəm, gəlirəm Ağşəhərə. Gecə saat 4'də də amma hamı yatan moment gələrsiniz, yaxşı? Problem zat yaşamayayım da, bildiniz necə. 4'də gəlin alın, səhər içərsiniz də. Bakalı yuyum, bakal da almalıyam. Ay, əməlli rasxod eləyəcəm, yeməyə batırıb eləyərəm ha birdən. Gəlib alasınız dəqiq. Amma elə uşaqlar qalmayıb ha. Sumqayıtda biraz göyərçinin qabağında qalıb, biz tərəfdə yoxdur. Elə bir süpürdülər, apardılar bunları. Hara gedib bunlar? Gözləyin.